Halının əhəmiyyəti nə idi Rusiya üçün? Niyə Carbalakan istədiyi ilk hədəflərdən biridir? Çünki Şərqi Gürcüstan üstündə yerləşir. Aha. Azərbaycan içərilərinə doğru irəliləmək. Ay sağ ol. Bir Bir də ən əsas məsələ dağlı hərəkət olanda gələcəkdə onu yaptırmaq. Aysu, gələcəkdə idi yoxsa dağlı mübarizəsi var idi burada? Var idi və cənubla olan əlaqəni kəsməyə çalışırdı. 1803-cü ildə kimi yürüşə məruz qaldılar? Alazan çayı sahilində nə baş verir? Hə, Rus qoşulları qalib gəldi yoxsa Carlılar? Kim idi? Kim yandırdı Balakanı? Hansı general? Kulyakov yandırdı və Balakanı yandırıb haranı tutdu? Carı tutdu. Andlı öhdəliyə baxaq uşaqlar. Andlı öhdəliyə görə daxili müstəqilliyini saxladı. Xarici müstəqillik Ruslara verildi. İpəklə xərac ödəməli idi. Bir də girov göndərməli idi. Aha. Carbalakan cəmaətliyini idarə etməsini bir dənə yadımıza salaq. Cəmaətlıq neçə cəmaətlərdən, hansı cəmaətlərdən ibarət idi? Aha, Tala, Cənik. Katexi dedinizmi? Hə, dediniz. Yaxşı. Burada ali idarə etmə orqanı nə idi? Xalq yığıncağı. Xalq yığıncağının başında kim dururdu? Ağsaqqallar. Hansı qanunlarla idarə olunurdu Carbalakan? Şəriət. O zaman ən nüfuzlu şəxs kim idi burada? Kimin qanunları keçir? Şəriət qanunu. O zaman Aysal, ruhanilərdir. İndi adlı öhdəliyi yerinə gətirdilər Carlılar, yoxsa yerinə gətirməkdə imtina eləyirlər? İmtina eləyirlər. Əsasən vergini ödəmək məsələsini. Buna görə də ikinci dəfə neçənci ildə yürüşə məruz qalasıdır? 4-cü ildə Zakatala döyüşü və nəticəsi nə oldu Zakatala döyüşündə? Aha, və kim öldürüldü burada? General Gulyakov. Deməli, Qafqazın ilk generalı kimi götürdünüz? Kronik. Sonra kimi götürdünüz? Gulyakov. Sonra kim gələcək? Sisyanov. Aha. Niyə Sisyanov Carbalakanə əhəmiyyət verdi? Bunu da bildikdə 3 dənə əsas səbəb göstərdi. Hara geri çəkildi Rus orduları? Muxaq kəndinə doğru. Amma daha sonra Rusiya haranda tutacaq təkcə? Aha, İlisunda tutdu. Hansı ərazinin işğalı ilə faktiki olaraq Azərbaycana qarşı müharibə olduğunu gördük? Carbalakan və İlisu. Niyə mən məsələn 1801-ci ildə birləşdirən əraziləri nəzərdə tutmadım burada? Çünki onsuz da haran tərkibində idi bu ərazilər? Bəli, Şərqi Gürcüstanın, yəni bizdən götürməmiş Şərqi Gürcüstanın içərisində birləşdirilmişdi. Amma burada artıq gördük ki, Azərbaycan uğrunda nəyə başlayıblar? Mübarizəyə başlayıblar. İndi burada Car ağsaqqalları Ruslara müraciət elədi ki, Carlılara toxunma, yəni dağıtma, yandırma, sizcə yerinə gətirdi Ruslar bunu, yoxsa yox? Hesab edirdi ki, digər Azərbaycanlılar üçün dərs olmalıdır. Ruslara qarşı bu cür mübarizə aparmaq olmaz. Gəldik Gəncə xanlığına. Carbalakandan sonra har oldu bizim ərazi, hədəf Gəncə. Gəncə xanlığında Ruslara qarşı mübarizə aparıldı, yoxsa yox? Apardı. Kim idi Gəncə xanlı mübarizə aparan? Car. Cavad xan. Cavad xan neçənci ildə hakimiyyətə gəlmişdi? 86-cı ildə hakimiyyətə gəlmişdi. Bayaq dediyimiz kimi ona görə mübarizə aparırdı ki, haran verilməsindən işğalına narahat idi. Şəmşədilin işğalına narahat idi. Baxaq, hücumdan əvvəl Sisyanov ona məktub yollayır. Bu məktuba Cavad xanın cavabı nə oldu uşaqlar? Ay sağ ol, meydimin üzərindən keçə bilərsən, yəni vermədi. Qurqovu döyüşü neçənci ildədir? 3-cü ildə. Aha, nəticəsini deyək. Kim uduzdu? Məğlub oldu. Hara geri çəkildilər? Gəncə qalalarına. Gəncə qalaları nə vaxt tikilmişdi? Ay sağ ol, 1062, 1063. Kimə qarşı mübarizədə tikilmişdi? Hə. Ay sağ ol. Kim tərəfindən inşa edilmişdi qalalar? Əbləsvar Şavurun dövründə. Aha. Deməli, inşa edilmişdi. Gəncənin işğalı nə vaxtı? 4-cü ildə. Hansısa xanımız 2 top göndərmişdi müdafiə üçün. Qarabağ xanı göndərmişdi. Gəncə ermənilər tərəfindən işğal olundu. Həm Cavad xan, həm də oğlu Hüseynqulu xan, Hüseynqulu bəy şəhid edildi. Gəncə tutulan kimi orada xanlıq idarəsini ləğv etdilər. Nə yaratdılar orada? Baxın, nə dedik buna? Dairə. Komendantlıq demirik. Yaxşı dairəyə çevrilibdir. Hansı adı ləğv etdilər? Gənc adın. Çaşıb gənc adı desəydi əgər, aha, deməli təzminat ödəməli idi. Ardınca Gəncənin vassalında olan hara işğal olundu? Samux. Samux çətinliklə işğal olundu, mübarizə apardı yoxsa aparmamışdı? Aha, aparmamışdı. İndi baxaq görək Gəncənin ümumi işğalları nəticəsi nə oldu? Baxın, Gəncəni çətinliklə işğal etdiyinə görə nə təsis ediblər? Medal Gəncənin işğalına. Bir də uşaqlar İrəvanın işğalı üçün medal təsis olunubdur. Hətta fəxri adda verilibdir İrəvan. Çünki Ruslar üçün çox önəmli idi İrəvan və Gəncə. Gəncə niyə önəmli idi? Azərbaycana olan qapını açmış oldular.
Belə və Gəncə qalası Azərbaycan xanlıqlarının işğalında hərbi baza rolunu oynayırdı. Baxaq, Bərdə nə vaxt, Bərdə faciəsi nə vaxt idi? Bundan sonra hansı şəhər yüksəliş keçirtmişdi? Gəncə. Çünki haranın paytaxtı oldu? Şəhidlərin. Daha sonra haranın mərkəzi oldu? Hansı bizdə işğalçıların? Səlcuqların mərkəzi olmuşdu. Aha, bəs Xarəzmşahların mərkəzi də olmuşdumu? Olmuşdu. İndi də baxın, bu işğaldan sonra da haranın hərbi bazası oldu? Rusların hərbi bazası oldu. Gəncədən hara keçitmək mümkün idi? Hara gedirdilər? Gəncə vasitəsilə Gürcüstana, oradan da Qaradənizə. Yəni o bizim ticarət yollarının üstündə olan bir şəhərdir. Qaradənizdən əsas vasitəçi. Oradan təbii ki, Avropaya keçid eləyirdik. Buna görə önəmli idi.